gəlir. Şakinski gəlir, deyir ki, öz zamanını oxuyuqya gəlir. Deyir ki, bu oğlan aşık olub Leyla adlı bir gözələ. Belə deyə gəlir. Bu oğlan deyir, aşık olub Leyla adlı bir gözələ. Oktay da buna deyir ki, Zəhirmar Leyla adlı bir gözələ deyir. 8 saat sən gözləyirik deyir. Hardasan? Əsər burada Oktaya, yəni Oktay buna deyir. 8 saatı deyir, sən gözləyir deyir. Zəhirmar deyir, hardasan? Bu da deyir ki, Şakinskiyə baxın, məsuliyyətsiz adama baxın. Sonradan görərsiniz ki, 5-ci pərdədə, 4-də də adı çəkilir, 5-də də. 4-də adı çəkiləcək, görün, Şakinski sonradan hansı vəzifəyə gedir. Belə bir məsuliyyətsiz adam sonradan hansı bir vəzifəyə gedəcək. Şakinski vəzifəyə gedəcək sonradan. Və bu danışdığımız məqamda göstərilir ki, Oktay bunu təbii ki, acılayacaq. Çünki Oktay istəmir ki, tamaşa olmasın. Baş tutsun istəyirdi. Və Şakinski də deyir ki, buna. Deyir, mən deyir, öz deyir, işimi yarımçıq qoyub gəlmişəm. Az olmayacam ki, az qalmayacam ki, deyir. Mən öz işimi deyir, atıb gəlmişəm deyir. Bir də ki, deyir, mənə deyir, imperialdan filan verməyəcəksiniz. Orada imperial sözü uşaqlar pul mənasındadır. Yəni, yüksək məbləğ olub. Deyir, mənə imperialdan, puldan, zatdan verməyəcəksiniz ki. Oktay deyir ki, ay bala deyir. Bəyəm mən deyir, pul alam, sən pul almırsan. Yəni, mən də sənin kimi bir aktyoram da, yəni, pul alsın, hamımız bir yerdə pul alarıq deyir. Bəyəm mən pul alam, sən almırsan deyir. Adamın bir deyir, cəmiyyətdən utanmağı olar deyir. İnsanlardan utanmırsan deyir, ictimaiyyətdən utanmırsan, cəmiyyətdən utan, sənətdən utanmaq lazımdır. Şakinskiyə deyir, Və bu vaxtı göstərilir ki, ikinci məsuliyyətsiz bir aktyorumuz da Xasbolad gəlir. Oktay bundan soruşur ki, niyə yubanmısan? Bundan soruşur ki, niyə yubanmısan sən? Bu da deyir ki, bir-iki orucum qalmışdı, iftar açırdım. Elə şey olar, bir-iki dənə oruc qalanda iftarın hamısını cəmləyib bir yerdə açmırlar ki. Bir-iki dənə deyir, orucum qalmışdı deyir, onları deyir, mən açıram, iftar açıram. Oktay buna deyir ki, Allah deyir, orucun, Allah beni qursun deyir, yalansa. 2-3 dənə orucu ben bir yerdə iftar açırlar. Allah deyir, belu, yalansa deyir, belu qursun deyir. Buna deyir. Və burada Xaspoladdan soruşur ki, bəs sənin rolun hardadır? Yəni, kağızın, ifa eləcəyin kağızın, oxuyacağın kağızın hansıdır, rolun anı? Bu deyir, yadımdan çıxıb evdə qalıb. Baxın ha, Xasbolad necə bir məsuliyyətsiz bir aktyordur. Və Xasbolad burada deyir ki, mən neynəm? Ümumiyyətlə çıxıb gedirəm deyir. Çıxıb gedirəm buradan. Neynəm belə tamaşanı deyir. Çıxıb gedirəm. Mənim özüm alışım, verişim, yəni alverim var deyir. Xasbolad deyir, mən neynəm deyir bu tamaşanı. Çıxıb gedirəm. Və siz artıq təsəvvür elədiniz ki, burada tamaşa səhnəyə qoyulacaq. Amma həmin o tamaşada aktyorların böyük əksəriyyəti məsuliyyətsizdirlər. Bircə dənə burada görünən belədir ki, Oktay deməli, başda nizam-intizam yaratmağa çalışır və bir neçə Mazandaranskidir, Dursundur, bunlar da kömək eləməyə çalışırlar. Amma bayaqlar dedim ki, Dursun və Şaqquli hətta təklif edir ki, Oktaya tamaşa dayansın. Və burada hətta Şaqquli gəlib deyir ki, ay Oktay deyir, dekorasiyalar, dekorasiya yəni bəzəkləri. Bəzəkləri deyir, dekorasiyaları. Bəzəkləri burada, bəzəkləri aparıblar, dekorasiyalar aparıblar. Burada deyir, mıx yəni bilirsən, mismar və bir də ki, çəkic yoxdur deyir. Mıxla çəkic yoxdur. Neyini yək? Oktay deyir ki, ay balam deyir, mıxla çəkic yoxdursa deyir, nə var ki deyir, bu çəkici tapmağa nə var? Yerdən bir dənə daş götür, özü götürür. Bunu burada nə var ki? Yəni, hər şeyə görə niyə bu, yəni belə deyək də, mənə müraciət edirsiniz? Və bu məqamda Oktayın dırnaqarası dostu gəlir. Dırnaqarası dostu, yadda saxlayaq, Səməd bəydir. Dırnaqarası dostu Səməd bəydir. Və niyə dırnaqarası deyirik? Bundan əks zid obrazdır. Niyə? Çünki göstərirlər ki, Səməd bəy gəlir. Düzdür, sizə birinci pərdədə Səməd bəy görərsiniz ki, Oktaya daha yaxşılıq belə deyək də, sizin təbirinizdən, bizim təbirimizdən Oktaya daha yaxşı münasibət kimi göstərir. Səməd bəy gəlir deyir ki,
mən dünən anam gəlmişdi deyir. Yəni Oktayın anası bunlara gəlir. Məndən yalvarıb yaxardı ki, yəni mənə yalvarıb yaxardı ki, Oktaya git bu sözləri deyən. Oktay da deyir ki, yəni anamın deyəcəklərini mən bilirəm. İstəyirsənsə deyim nədir? Atan öləndən sonra dükan bağlandı, hər şey dağıldı, evdə çörək yoxdur, evdə odun yoxdur. Oktay deyir ki, mən bunları bilirəm. Nə etmək lazım? Yəni mən bilirəm də evimizdə deyir, çörək yoxdur, odun yoxdur. Anamla bacım da yəni evdə qalıblar da bilirəm. Körpə yəni, qızım da, bir qız deməyək, körpə bacım deyək. Körpə bacım da deyir, evdədir deyir. Neyniyə bilərəm deyir. Nə etmək lazımdır? Dostu Səməd bəy, amma dırnaqarası dostu. Dostu Səməd bəy buna deyir ki, Oktay deyir, hətta deyir, anan bacın deyir, anam bacın deyir. 3 gündür ki deyir, neft tapırlar. Xəstə deyir, bacın qızcığaz, yazıq qızcığaz deyir. Qaranlıqda yatır, neft tapa bilmirlər deyir. Onlara nə lazımdır? Neft lazımdır, çörək lazımdır. Oktayın sözünə baxın ha. Oktay deyir ki, mən xalqın saadətini, mən xalqın deyir, gələcəyini 2 nəfər qadının, halbuki 2 nəfər qadın dediyi, biri anasıdır, biri də bacısıdır. Mən 2 nəfər qadının deyir, 2 nəfər qadının istirahətinə ayıra bilmərəm, fəda eləyə bilmərəm. Səməd bəy deyir ki, buna, səndən istirahət istəmirlər, bu 2 nəfər. Çörək istəyirlər bunlara, çörək lazımdır, yemək lazımdır. Hətta sənin əmin, dünən axşam, sənin nişanlını, bayaq dedim axı ki, nişan üzünü çıxardıb vermişdi. Sənin nişanlını başqasına verdi ki, bugün axşam, sənin deyir, nişanlını başqasına verdi ki, mən arvad tumanı geyinən, yəni o vaxtı kişilər bayaqlar dedim axı ki, yəni belə deyək də, müxtəlif qadın rollarında oynayırdılar, üzlərini qrimləyirdilər, yəni belə deyir. Arvad tumanı geyinənə deyir, mən qız vermərəm. Deməli, öz əmsi qızı da, əmsi də bundan imtina edib. Qohumları yəni bundan imtina ediblər ki, bu aktyordur. Oktaydan ha. Oktay da deyir ki, mən deyir, bu yola gələndə deyir, xalqımdan çox şey, yəni hər şeyi gözləmirdim. Bunları istəmirdim, belə deyək də. Yəni mən altın taclar, kitab cümləsinə deyək, mən xalqımdan deyir, altın taclar, qızıl taclar gözləmirdim. Mən xalqımdan nə gözləyirdimsə, o da mənə verirlər. Yəni xalqımdan gözləmirəm də mən, ummuram nəsə. Qızıl ummuram, pul ummuram deyir xalqımdan. Nə gözləyirəmsə, xalqımdan deyir, onu da alıram. Səməd bəy deyir ki, deyir, mən də xalq üçün çalışıram. Mən də uprava üzvüyəm. Uprava sözün yadda saxlayarsınız. Əslində uprava rus sözüdür uşaqlar. Mənası idarə etmə deməkdir. İndiki dillə desək, icra hakimiyyəti. Yəni, icra hakimiyyətində bir işçidir Səməd bəy. Deyir, mənim öz işim, öz gücüm, öz hörmətim. Burada Oktay buna cavab olaraq deyir ki, xalq və mən. Bu iki ifadə deyir, bu iki söz bir yerdə sığışmaz deyir. Ya mən olmalıyam, xalq olmamalıdır, ya xalq olmalıdır, mən olmamalıyam. Mən deyir, ikincini seçdim. Yəni, mən olmayacam, xalq olmalıdır. Mən olmayacam deyir, xalq olmalıdır. Və bundan sonra deyir, mən deyir, yoxam. Mən bundan sonra el oğluyam. Görürsünüz, əsərimizin adında Oktay el oğlu. Yəni, mən deyir, bundan sonra el oğluyam deyir. Bunu deyir. Və Səməd bəy buna təklif edir. Görək nə təklif edir. Deyir ki, qubernatora deyir, dilmanc gərəkdir. Dilmanc yəni tərcüməçi. Qubernatora dilmanc gərəkdir. Və qubernatora dilmanc gərəkdir və aylıq donluq yazıb. Donluq yəni maaş deməkdir. Aylıq maaşı, donluq yəni maaşdır. Aylıq maaşı 70 manatdır. 700-800 də bunun gəliri var, bu dilmancın. Hörmətin hörmət, yağın yağ, düyün düyü, yəni hörmətin hörmət, belə deyək də, həm pul kimi gələcək, həm də ki, maddiyyət, ərzaq kimi gələcək deyir. Hörmətin də hörmət. Özü də deyir, mən deyir, qubernatora demişəm ki, Oktay rüşdiyyəni qutarıb. Rüşdiyyə sözünün mənası ibtidai
məktəbdən sonra gələn məktəb, yəni orta təhsil deyirik də biz. Rüşdiyyə o deməkdir. Deyir, Oktay Rüşdiyyəni bitirir. Mən demişəm ki, sən Rüşdiyyəni bitirmirsən deyir. Özü də Rusca, Azərbaycanca da yaxşı bilirsən, mükəmməl bilirsən. Və Dilmanc da həmin bu Dilmanc kimi işləməyə. Qubernator da deyir, mənə deyib ki, onu göndər. Yəni Oktayı göndər. Oktay deyir, göndər. Və bunu deyəndən sonra Oktay buna deyir ki, təşəkkürün bildirir, amma təbii ki, dırnaqarası təşəkkür. Çünki Oktayın məqsədi Azərbaycanda teatr yaratmaq idi. Və bunu deyəndən sonra deyir, nə yaxşı, nə gözəl deyir Səməd bəy. Səməd bəy buna deyir ki, Oktay deyir, sən deyir, sənəti istəyirsənsə, yəni teatr istəyirsənsə deyir, böyük pulla deyir, Rus teatrına ged. Səni Rus teatrına çağırırlar deyir. Sənət istəyirsənsə sənət, hörmət istəyirsənsə hörmət, alqış istəyirsənsə alqış, rəğbət istəyirsənsə rəğbət orada. Rus teatrına ged deyir. Nə vaxt Azərbaycan xalqı oyanar, yəni burada vəziyyət düzələr, həmin vaxtı gəlib fəaliyyət göstərərsən. Oktay buna deyir ki, yox deyir, dünyada deyir, bir çox xalqlarda mədəniyyət də var. Yəni bizdən başqa xalqlarda mədəniyyət də var, sənət də var. Amma bizdə yoxdur deyir. Biz deyir, yaşamaq istəyiriksə, yaratmalıyıq. Bax, bu cümlələri yadda saxlayın. Bəzən testlərdə düşür ki, bu kimin dilindən deyilir? Nə deyir? Deyilir ki, yaşamaq istəyiriksə, yaratmalıyıq deyir. 20-ci əsrin təkamülündə mən bu xalqı deyir, belə qoyub gedə bilmərəm deyir, tək buraxıb gedə bilmərəm. Səməd bəy buna deyir ki, onda deyir, xalq sənə güləcək deyir, sənə arsız deyəcək, sənə oyunbaz deyəcək bu xalq. Oktay da deyir ki, mən deyir, yoxdan var yaradacağam. Yəni, yoxdan var yaradacağam o deməkdir ki, yəni, mən Azərbaycan səhnəsini yaradacağam. Səməd bəy buna deyir ki, bəs onda sənin anan bacın nə olacaq? Yəni, onlar nə oldu anan bacın? Oktay deyir ki, onları da xalq düşünər. Yəni, xalq özü düşünər də onlarda. Və bu vaxtı, belə deyək, Mazandaranski, bu aralarda adını çəkmişdik. Mazandaranski gəlir və deyir ki, 4 nəfər çadıralı qadın gəlib. Elə əvvəlcə elə bilirlər ki, bu 4 nəfər gələn çadıralı qadın müsəlmandır. Elə fikirləşirlər. Amma sonradan bilirlər ki, bir nəfər yaxınlaşır Mazandaranskiyə, bir dənə Rus qadın buna bir məktub verir və buradan məlum olur ki, bu 4 nəfərin 4'ü də müsəlman qadın deyil. Aralarında yəni Rus da var. Bunun çox peşman olurlar ki, yəni bizim teatra müsəlman qadınlar gəlmirlər. Və Mazandaranskiyə məktub verilir. Mazandaranski açır məktubu. Məktubda görək nə yazılıb? Yazılıb ki, möhtərəm Oktay əfəndi, sizinlə görüşməyə müsaidə etsəniz, yəni icazə versəniz, məmnun olarıq. Sizinlə deyir görüşməyə müsaidə etsəniz deyir, məmnun olarıq deyir. Hörmətlə kim? Firəngiz. Deməli, Firəngiz məktub yazıb buna. Məsələnin başlanğıcında demişdi, Firəngiz yazıb və Oktaya həmin o məktubu verirlər və Oktay da işarə edir ki, məktubu yazanlar yəni gəlsin. Və burada göstərirlər ki, Nadia ilə Firəngiz ikisi gəlirlər Oktayın, yəni olan otağına, belə deyək də qirim otağına. Gəlirlər Oktayın otağına, birinci Nadia başlayır. Nadia deyir ki, prostiti, bespakoyli, yəni bağışlayın narahat etdiyimizə görə. Rusca buna deyir. Və bura deyir ki, buyurun, gəlin içəri, dəvət edir içəriyə. Və Nadia deyir ki, biz Rus tamaşalarına, Rus teatrlarına çox getmişik. Firəngiz də deyir ki, Oktaya deyirlər, deyir, bizim dilimizdə də deyir, öz tamaşalarımız olsa çox yaxşı olar. Bizim dilimizdə də deyir, yəni Azərbaycan dilində də belə tamaşalar olsa çox yaxşı olar deyir. Nadia Oktaya deyir ki, biz artıq 3-cü dəfədir ki deyir, 3-cü dəfədir ki deyir, bu tamaşalara gəlirik, yəni sizin olduğunuz tamaşalara gəlirik. Birinci dəfə gəldiyimiz Şillerin Qaçaqlar tamaşasına gəlmişik, o tamaşaya gəlmişik. Bizi də gətirən Aslan bəydir. Burada soruşur ki, Oktay soruşur ki, Aslan bəy kimdir? Firəngiz deyir ki, qardaşımdır Aslan bəy. Aslan bəy yəni mənim qardaşımdır. Oktay deyir ki, mən istəyərdim ki,
Azərbaycan səhnəsinə də, yəni bizim teatrlarımıza Azərbaycan xanımları da gəlsin. Yəni Azərbaycan xanımları gəlmir, qadınları gəlmir, qoymurlar onları. Nadiya da deyir ki, elə Firəngizi də deyir, qoymurdular deyir. Atası qoymur deyir. Aslan bəylə, qardaşı ilə deyir, gəlmişik deyir. Qardaşı icazə verir. Amma deyir, qardaşı da bizim bura gəlməyimizi deyir. Qardaşı da deyir, bizim bura gəlməyimizi deyir, bilmir deyir. Bilsə, qiyamət olar. Amma bizi bura gətirən, tamaşaya gətirən kimdir? Göründüyü kimi, yəni Nadiyanın sözündən də başa düşülür ki, deyir, bizi bura gətirən Aslan bəydir, amma səninlə görüşməyə təbii ki, bilmir, səninlə Oqtayla görüşməyi bilmir, səninlə görüşməyimizi bilmir. Bilsə deyir, bir qiyamət olar. Bunu deyir. Və bu məqamda təbii ki, Firəngiz buna deyir ki, mən deyir, sizin tamaşalara gələcəm. Siz deyir, çox gözəl oynayırsınız deyir. Yəni, tamaşada çox gözəl oynayırsınız. Nadiya da deyir ki, bəs Firəngiz həmişə deyir ki, Oqtay Karl rolunu, Karl Şillerin Qaçaqlar əsərində bir obrazdır. Karl rolunu ruslardan yaxşı oynayır. Nadiya deyir, Oqtaya deyir, amma kimin haqqında deyir? Firəngiz haqqında deyir ki, o deyir, çox yaxşı oynayır deyir. Yaxşı oynadığını deyir, ruslardan da yaxşı oynadığını deyir. Və burada Firəngiz deyir ki, yəni mən sizin tamaşalara gələcəm və sizin tamaşalara gələndə gül də gətirəcəyim sizə. Bunu da deyir və bu vaxtı əslində əlində də, Firəngizin əlində də gül dəstəsi var idi. Əsərin birinci pərdəmizin, yəni pərdənin əvvəlində də yadınıza düşürsə, Nadiya buna deyirdi ki, yəni səni səhnə arası gətirəcəm, səhnə arası gətirəcəm. Bu da Firəngiz də demişdi ki, mən daha utanmayacam demişdi. Deməli, bu əvvəllər də gəliblər, bundan əvvəl 2 dəfə də gəliblər və gələndə də gül gətiriblər, amma gələndə bu adam utanırmış. Firəngiz utanıb ki, gülü verim. İndi də Nadiya bunun dirsəyindən tutur ki, gülü gətirmişsən ver də, yəni Oqtaya ver. Bu da utana baxın, gözlərin yerə dikərək gülü uzadır Oqtaya. Və burada göstərirlər ki, artıq birinci pərdəmiz burada bitdi. İkinci pərdəmizdə 3 məsələ var, ardıcıllıqla həmişə əzbər vacibdir ikinci pərdəmizə. Görək nədən söhbət gedir. İkinci pərdədə deyilir ki, aktyorların qoyduqları tamaşa, yəni səhnəyə qoyduqları tamaşa haqqında qəzetdə rəy dərc olunur. Rəy yəni fikir. Rəy dərc olunur. Və bütün aktyorlar, oradakı aktyorlar hamısı yığılışıb bir yerdə bunu oxuyurlar. Oxuyub görürlər ki, yəni burada yazılıb ki, göstərilən tamaşalar yalnız Oqtayın səyi və zəhməti nəticəsində baş verir. Oqtayın ətrafında olanların əksəriyyəti istedadsız adamlardır. Öz də teatra rəğbəti yoxdur həmin adamların. Və bütün tamaşalar Oqtayın səyi və zəhmət nəticəsində baş verir. Yəni Oqtay olmasa tamaşalar baş tuta bilməz. Birinci məsələ, ikinci pərdənin birinci məsələsi budur. İkinci pərdənin ikinci məsələsi. İkinci pərdənin ikinci məsələsi odur ki, Səməd bəylə yenidən Oqtay danışırlar. Bunu unutmayaq. Birinci pərdədə də var. Səməd bəylə Oqtayın danışığı. İlk pərdədə də var. İkinci pərdədə də var. Səməd bəylə Oqtayın danışığından belə başa düşülür ki, Oqtay xalq üçün bundan sonra belə deyək, çalışacaq. Yəni, Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan teatrını yaratmaq fikri var. Və bunun üçün çalışacaq. Bu ikinci məsələmiz. Üçüncü məsələmiz, ikinci pərdədə göstərilir ki, Firəngiz öz sevgisini Oqtaya deyir. İlk olaraq Firəngiz öz sevgisini Oqtaya bildirir və Oqtay buna deyir ki, yoxsulluq məsələsi var, acılıq məsələsi var. Yəni, əgər mənimlə bir yerdə olsan, yoxsulluq məsələsi var, acılıq, səfalət məsələsi var, əziyyət məsələsi var. Amma Firəngiz deyir ki, yəni mən bütün bu əzab əziyyətlərə dözərəm və Firəngizin inadkarlığı nəticəsində Oqtay da öz sevgisini etiraf edir Firəngizə. Və ikinci pərdədə olan 3 məsələ bu məsələdir. Bunu qısa şəkildə veriblər. Gəldik 3-cü pərdəyə. 3-cü pərdədə başlanğıcda Aslan bəyin, yəni Firəngizin qardaşının kabinəsidir, yəni öz otağıdır, iş otağıdır, qəbul otağıdır. Və burada Nadiyanı göstərirlər. Nadiyadakı bayaqlar demişdik ki,
Nadiyə Firəngizin təlim tərbiyəsi ilə məşğul olan rusdur. Rus qadındır. Və Nadiyə deyir ki, Firəngizə, deyir ki, sən niyə axı deyir məktubu deyir, kitabın arasına qoymuşsan ki, Aslan bəy onu tapar. Firəngiz də ağlaya-ağlaya deyir ki, mən deyir, həmişə deyir, məktubu deyir, qoynumda gəzdirərdim. Amma bircə dənə dünənləri, yəni yadından çıxdı, məktubu qoymuşam hara? Kitabın arasına. Bu nə məktubudur? Bu o məktubdur ki, Oktayın Firəngizə yazdığı sevgi məktubudur da. Yəni bir-birinə yazdığı sevgi məktubudur. Həmin o məktubu saxlayıb kitabın arasında. Bunu da Aslan bəy ələ keçirdi. Yəni görüb kitabın arasında. Və Nadiyə buna deyir ki, Firəngizə deyir ki, qardaşım deyir Aslan bəy, Oktayı deyir çağırtdıracaq. Yəni yanına çağırtdıracaq. Əgər deyir çağırsa, sən onun öz sözlərini danmalısan. Yəni məhəbbəti danmalısan. Və Aslan bəy də deyir, özü qapının arxasında durub güdəcək sizi. Yəni sizə qulaq asacaq. Firəngiz nə vəziyyətə düşər? Bu ayaqları elə-belə demədim. Gülləri verəndə ki, utanıb üz-üzə baxmayan adam ola ha. Yəni utanan adam bir ola, gülləri verəndə ki, utanıb baxmayan bir adam ola, indi o nə vəziyyətə düşər? Firəngiz deyir ki, Allahdan ölüm istəyirəm. Bircə yəni ölüb qurtarsaydım, Allahdan ölüm istəyirəm. Yəni öz ölümünü istəyir Firəngiz. Nadiyə də buna deyir ki, deyir, nə olacağı deyir. 5 aydır ki, deyir, sən Oktayı görmürsən. 2 kəlmədir də deyir. 2 kəlmədir, deyəcəksən deyir. Yəni üzünə dur atsan da, öz sözümüzdən desək. 2 kəlməni deyəcəksən, üzünə dur atsan da belə deyək. Danacaqsan sevgini, qutardı getdi. Ondan sonra ömür boyu görməyəcəksən. Oktayı ömür boyu görməyəcəksən. Firəngiz deyir ki, bircə zəhər olsaydı deyir, içərdim. Yəni özümü öldürərdim də deyir. Mən deyir, necə onun üzünə durum da, yəni danım, sevgim necə danım deyir. Yəni bunu yəni bacarmazdım. Zəhər olsaydı deyir, içərdim. Və Nadiyə də təbii ki, belə deyək də, Nadiyə üçün bir nəfər olacaqdı. Aslan bəy buna tapşırmışdı. Bu da Aslan bəyin sözlərini çatdırırdı Firəngizə. Firəngiz də deyir ki, deyir, bu yoxsulluq deyir, nə olan şeydir ki, deyir. Yoxsulluq deyir, nə olan şeydir, deyir. Yəni, Oktay yoxsul idi də, yoxsul idi. Bəyəm deyir, Oktay, Daniyar bəydən. Daniyar bəy kim idi? Daniyar bəy bunlara nişan gətirmişdi. Komersant idi, ticarətçi idi və nişan gətirmişdi. Qısa şəkildə belə deyim sizə. Və Aslan bəy özü məktubun, Firəngizlə Oktayın yazışmaları məktubun tutmuşdu, kitabın arasından tutmuşdu və istəmirdi ki, Aslan bəy də istəmirdi ki, bacısını, Firəngizi kimə versin? Oktaya versin. Çünki Oktay yoxsul adam idi, aktyor idi də. Həmin vaxtda da aktyorlara pis baxırdılar, arsız, ədəbsiz baxırdılar. İstəmirdi versin. Həmin vaxtda Daniyar bəy Qalaçıxanov adlı bir nəfər komersant, ticarətçi bacısına elçi düşmüşdü Aslan bəyə. Ona görə bu da bilirdi deyənə, evlərdə elçi gəlmişdi ha. Elçiliyə gəlmişdi Daniyar bəy Qalaçıxanov 3-cü pərdədə. Və ona görə də Firəngiz də deyirdi ki, bəyəm deyir, Oktay deyir, Daniyar bəydən deyir, əski adam deyir. Yəni biz yoxsul olan insanın xoşbəxt olmaq, mən ondan deyir, daha yaxşı xoşbəxt ola bilərdim. Kiminlə? Oktayla deyir. Bunu deyəndə və bu vaxtı Gülgəz adlı bir nəfər, Gülgəz də Firəngizin anası olur. Gülgəz gəlir və Gülgəz başlayır qızına Firəngizlə Nadiyə deyir ki, tez olun deyir, uzaqlaşın, evə keçin, yəni otaqların birinə keçin, gizlənin. Tez olun, gizlənin deyir. Atan deyir, elə bir qan çanağına dönüb deyir, əlində qan çanağı götürüb deyir, bu dəqiqə dünyanı dağıdacaq. Özü də deyir, Nadiyəgilin əşyalarının da nəyi varsa, paltar, nəyi varsa deyir, hamısını atıb çölər. Firəngizin atası nəsə eşidibsə, Nadiyəgilin paltarın hamısını atıb çölər. Və burada Firəngiz deyir ki, bircə ölsəydim deyir, canım qutarardı. Bir yolluq canım qutarardı, qoy gəlib öldürsün atam məni. Nadiyə deyir ki, yox, gəl gedək. Bunlar gedib gizlənirlər bir otaqdan. Və burada bunun atası, Firəngizin atası, Aslan bəyin atası gəlir.
Atasının adı olur Hacı Zaman. Özü hacı olsa da, amma möfhumatı, xurafatın əsri olan adam olur. Özü hacıdır ha, amma möfhumatın, xurafatın əsri olan adamdır. Baxaq, gəlir evdə qışqırır. Qışqıra danışır ki, kəfəni sallan boynuma, caha deylərəm, dünyanı qırıb çataram, qıraram dünyanı. Qışqırır evdə. Arvad deyir ki, ay kişi, nə olub, nə deyirsən, nə baş verib, nə olub? Arvada deyir ki, hanı deyir o itin balası, qızı üçün deyir ha. Yəni qızı üçün deyir. Hardadır deyir o deyir. Mənim deyir 60 yaşım var deyir. 60 yaşıma qədər bir dəfə deyir adıma güldən ağır söz gəlməyib deyir. İndi deyir qızı aparmışsınız. Qızı dediyi firəngisi deyir. Qızı aparmışsınız deyir. Oyunbazxanalara aparmışsınız. Oyunbazxana deyəndə teatr nəzərdə tutur. Deməli bu Hacı Zaman, firəngisin atası, eşidib ki, qızı hara aparıblar? Teatr aparıblar. Ona görə əsəbləşir Hacı Zaman. Deyir ki, deyir, o qızı deyir aparmışsınız oyunbazxanalara. Qanlı Rüstəm kimi deyir hamınızı qıraram. Burada Qanlı Rüstəm kimi nəzərdə tutur uşaqlar? Qanlı Rüstəm iki şəkildə deyə bilərik. Birincisi Qanlı Rüstəm Firdovsin Şahnamə əsərində də Rüstəm obrazı var. Belə də ola bilər. Bir də biz Rüstəm obrazını keçmişdik Nəcəf bəy Vəzirovun əsərində. Bəli, oradan da ola bilər ki, Qanlı Rüstəm oradan da gələ bilər, amma iki variantdan biridir ki, yəni Qanlı Rüstəm burada nəyi nəzərdə tutur, kimi nəzərdə tutur? Deyir, Qanlı Rüstəm kimi hamınızı qıraram. Bunu deyir və arvadı da, Gülgəz də deyir ki, nə olub deyir. Nə var deyir, nə olub deyir, mən xəbərim yoxdur deyir. Qardaşı aparıb da onu teatra, yəni Aslan bəy aparıb. Burada Hacı Zaman deyir ki, elə deyir, onu eləyən qardaşıdır. Yəni Aslandır da eləyən, öz oğlu haqqında deyir. Onu eləyən deyir, odur deyir, mən bilirəm, odur deyir. Vaxtı ilə deyir, dayısı gəldi, yəni uşaqların dayısı. Aslanla firəngizin dayısı. Onların deyir, dayısı gəldi, deyir ki, uşaqlar gərək oxusunlar. Mən də deyir, uşağı oxutdum, Aslanı oxutdum, oxutdurdum. Sonradan deyir, gəldi, deyir, fit. Yəni biz qaz deyirik də. Qaza gətirdi, fit verdi ki, qızı da oxutmaq lazımdır. Deməli, həm Aslan bəy oxuyub, həm də ki, firəngiz oxuyub. Deyir, ona görə oxutdum. Gülgəz deyir ki, ay kişi deyir, bəs sən deyir, özün deyirdin ki, oxumağın faydası var. Adam xeyir, şərdə lazım olur, oxumağın faydalarını deyirdin. Kişi deyir ki, Hacı Zaman, oğlan uşağının deyir, Aslanın oxumağı deyir, eybi yoxdur deyir. Kişidə yəni, Aslan oxuyar deyir. Amma deyir, qızın oxumağın deyir, ehtiyac yoxdur bu qızın oxumağına. Yəni, deməli, bu özü möfhumatın, xurafatın əsrində bu Hacı Zaman. Nə olsun, hacı idi. Hacı olsa da, özü cəhalətin, girliyin əsri olan bir adam idi. Deyir, qızın oxumağın əleyhinədir deyir. Qızın oxumağın əleyhinədir. Və arvadına deyir ki, baxın bu cümlələri də kitabdan oxuyarsınız, əsəbləşir Hacı Zaman, deyir, artıq mənim kişiliyim deyir, qalmıb deyir. Mürtədin qızı mürtəd. Arvadına deyir, hamısını eləyən sənsən. Qışqırır, qaçır arvadın üstünə, hücum çəkir arvadın üstünə. Uşaqlar, mürtəd nə deməkdir? Yadda saxlayaq, mürtəd sözün mənası dindən çıxmış, dinsiz deməkdir. Yəni, dinlə məşğul olan bir adam özü kiməsə dinsiz deməz axı. Yəni, bu qeyri-mümkündür. Arvadına deyir, mürtədin qızı mürtəd deyir. Hamısı sən hücum çəkmək istəyəndə oğlu çıxır qapdan, yəni digər otaqdan çıxır, gəlir, deyir ki, Aslan bəy. Deyir, bu nə səs-küydür, deyir. Evdə qonaq var, yəni nişan gətiriblər. Yəni, evdə qonaq var, deyir, bu nə səs-küydür? Atasına qış deyir. Atası deyir, zəhirmar nə var, çor nə var, zəhqum nə var, deyir. Hamısını eləyən sənsən, deyir. Qızımı, deyir, apardınız, Urus evinə saldınız, deyir. Urus evi deyəndə, uşaqlar, burada teatr nəzərdə tutur. Deyir, qızımı aparıb, deyir, Urus evinə salmışsınız, deyir. Belə şey olar, deyir. Və Aslan bəy buna deyir ki, o dediyin Urus evi, yəni teatr. Teatr deyir, məktəb kimidir, deyir. Hətta deyir, məktəbdən də müqəddəs yerdir, yəni məsciddən də müqəddəs yerdir. Baxın ha, Aslan bəyin bu sözündən, belə deyək də, deyə bilər ki, yəqin ki, Aslan bəy yaxşı obraz olar. Çünki teatrı məktəb kimi dedi, teatrı məsciddən də müqəddəs dedi. Baxın ha, bunlar deyir. Və hətta Aslan bəy deyir ki, teatrda danışılanlar,
teatrda danışılandan. Axundların sözlərindən də yaxşıdır. Ay, kişi əsəbləşir, çıxır özündən, had zaman. Deyirlər, sən nə danışırsan? Orada teatrda danışılanlar, axundların sözündən, Allahın kəlamını danışan axundların sözündən necə yaxşı ola bilər? Əsəbləşir kişi. Deyir ki, mənim qızım deyir, o namussuz kişilərin deyir, rəngli üzlərinə baxmağa gedəcək, namussuz kişilər deyil uşaqlar, aktyorlar nəzərdə tutur. Deməli, həmin dövrdə aktyorlara qarşı münasibət pis idi. Deyir ki, mənim qızım deyir, namussuz kişilərin rəngli sifətlərinə baxmağa gedəcək ora. Aslan bəy burada deyir ki, qadın da deyir, kişi kimi deyir, bir insandır deyir. Biz analarımızı çadırada, xurafatda, cəhalətdə saxlamışıq deyir. İlk baxışdan bax, bu cümlələr elə başa düşərsiniz ki, Aslan bəy yaxşı deyir. Amma Aslan bəyin elə iç üzü açılmağa başlayır öz cümlələri ilə. Baxın, özü öz dili ilə özünü tənqid edir burada. Baxın, belə mən deyir, bacımı deyir, evdə saxlasam, yəni teatra, tamaşaya aparmasam deyir. Firəngizi də yəni. Onda deyir, qılava, qubernator mənə nə deyər? Yəni, adam bəyəm ailəsini qılavıya görə, qubernatora görə saxlamır ki. Deyir, mənə qılava, qubernator mənə nə deyər deyir. Bax, burada artıq yavaş-yavaş olsa da Aslan bəyin iç üzü açılmağa başlayır. Və burada had zaman əsəbləşir, yenidən deyir ki, qızımı deyir, verin mənə deyir. Mən onu götürüb Kərbəlaya gedirəm, qalmıram burada. Deyir, qışqıra-qışqıra çıxır gedir. Və Gülgəz də öz oğluna Aslan bəyə deyir ki, ay bala deyir, sən nə danışırsan? Deyəsən kişi, yəni had zaman da, yəni düz demək istəyir, yəni düz deyir, sən nə danışırsan? Anasına görə nə cavab verir? Baxın ha, iç üzü açılmağa başlayır, daxili aləmi açılır burada Aslan, belirir anasına. Sənin qızın, öz bacıdır, sənin qızın deyir, itin birisinə, it dediyi uşaqlar burada, Oqtaylı oğlum, itin birisinə deyir, məktub yazıb deyir. Gülgəz də deyir ki, sən aparmışsan da, yəni sən onu aparmasaydın deyir teatra, yəni yazmazdı. Sən onu aparmasaydın olmazdı bunlar deyir. Anasına görün nə deyir Gülgəzə. Deyir ki, evdə deyir qonaq var, onsa bilir, evdə qonaq var deyir. Sən dikarka paltarınla deyir, bayra çıxma. Dikarka yəni vəhşi, rus dilində vəhşi paltarınla. Vəhşi paltar nədir? Bizim milli, qədimi milli geyimlərimizdə. Dikarka paltarınla deyir, bu anasına deyir, bu artıq Aslan bəyin nəyə qadir olduğunu göstərir. Və anası da girir içəri yazıb da danışır, dinmir. Yəni öz anasından utanır da, belə deyək. Və bu məqamda Nadia gəlir Aslan bəyin yanına ki, xahiş edir ki, bəs Firəngiz yalvarır, yaxarır, ağlayır, deyir ki, məni Oqtayla görüşdürməsin də, yəni üz-üzə gəlməyək, danmayım mən sözləri. Amma Aslan bəy deyir ki, yox, bizim əlimizdə fakt olmalıdır, yəni üzləşməlisiniz, fakt olmalıdır deyir. Və Nadia deyir ki, deyir, gör deyir, Nadia deyir, hansı yaxşıdır deyir. Mən deyir, bacım da, bacımın əri də deyir, ziyafətdə iştirak eləməlidir. Ziyafət məclis deməlidir. Bir ziyafətdə, məclisdə iştirak eləməlidir. Gör deyir, hansı yaxşıdır. Biri var ki, deyir, mən təqdim eləyəm ki, Mecdunarodni Komersant Danyar bəy Qalaçxanov. Mecdunarodni, yəni beynəlxalq, kommersant ticarətçi. Bir var, mən deyim ki, beynəlxalq ticarətçi Danyar bəy Qalaçxanov. Bir də var, deyim ki, Kakoy deyir, hansısa bir deyir, bədbəxt deyir, yazıq deyir, aktyor. Yəni Oqtay Eloğlu. Adı deyir, it dəftərində də yoxdur uşaqlar. Adı deyir, it dəftərində, yəni Oqtay üçün deyir, hansı yaxşıdır deyir. Nadia da deyir ki, mən onsuz da deyir, Firəngizə bunların hamısını demişəm. Firəngizə hamısını demişəm deyir. Və Firəngiz də məndən xahiş edir, yalvarır, deyir ki, qardaşıma denən. Mən utanıram da, yəni öz sözlərimi danmağa utanıram. Yəni sevgimi danmağa utanıram mən deyir. Mənlə üzləşdirməsin. Aslan bəy deyir ki, mən onu sürgün elətdirərəm. Və baxın, qızın ürəyinə baxın. Firəngiz deyir ki, ona heç nə eləməsin deyir, ona heç nə eləməyir. Mən deyir, nə deyirsiniz, razı olaram. Ona, yəni, Oqtaya heç nə eləməsinlər deyir. Mən deyir, neyin yerəm? Mən deyir, razı olaram. Ona bircə dənə, ona heç nə eləməsinlər. Bax, bu da əsl sevginin mahiyyətini göstərir. Və bu məqamda göstərirlər ki,
Həmin Aslan bəy deyir ki, Nadia deyir ki, mən onu Oktay razı salaram, ona biraz da pul verərəm, onu razı salaram. Və Danyar bəy öz adamları ilə gəliblər, artıq nişan mərasimidir və bu vaxtı Oktay gəlir.